Azərbaycanın ilk elektrik avtobusları yollara çıxmağa hazırdır. Artıq ölkəmizdə Sumqayıt Sənaye Parkında yerli istehsal olan elektriklə işləyən avtobusların yığımı başlayıb. Bu avtobuslar həm ekoloji cəhətdən təmiz, həm də iqtisadi cəhətdən qənaətçildir. Nəqliyyat vasitəsi təkcə Bakıda yox, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə də istifadə olunacaq. Ekoloji təmiz, iqtisadi cəhətdən qənaətçil. Özü də Azərbaycan istehsalı. Bəli, Azərbaycan Enerji Avtomotiv Zavodu tarixi yeniliklə gündəmə gəlib. Sumqayıt Sənaye Parkı ərazisində ölkəmizdə ilk dəfə olaraq elektrik mühərrikli avtobusların istehsalına başlanılıb. Avtobuslar ilkin mərhələdə SKD üsulu ilə yığılıb və onlardan biri artıq nümunə üçün Bakubas MMC-nin ixtiyarına verilib. Qeyd edib ki, bu avtobuslar ilkin olaraq Bakıdan, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə istismar olunacaq. Hazırda paytaxtda 160 ədəd elektrik avtobusu fəaliyyət göstərir ki, cari ilin sonunadək ölkə üzrə əlavə 300 elektrik avtobusunun da istehsalı planlaşdırılır. Bu növ avtobusların isə üstünlükləri saymaqla bitmir. Ekoloji faydalıqdan tutmuş istismar xərclərinə qədər. Bu ictimai nəqliyyat vasitəsinin uzunluğu 12 metr, sərnişin tutmuş isə 82 nəfərə bərabərdir. Qeyd edim ki, bu avtobus bir tərəfəlik şarjla 350 kilometrdən çox məsafə qət edə bilir. Elektrik mühərrikli avtobusların istehsalı yaşıl sənayenin inkişafı və nəqliyyat sektorunun modernləşdirilməsi baxımından da strateji addım kimi qiymətləndirilir. Zavodun inkişaf planı 2 mərhələdən ibarətdir. İlkin mərhələdə avtobusların qismən yığımı, 2027-ci ilin ikinci rübündə isə tam yığımı mərhələsinin başa çatdırılması nəzərdə tutulur. Bu proses nəticəsində istehsalın lokallaşdırılması səviyyəsi mərhələli şəkildə artırılaraq 2030-cu ilə qədər 40%-ə çatdırılacaq. Zavodun fəaliyyət istiqaməti ölkəmizdə ekoloji nəqliyyatın inkişafına xidmət edir və bu sahə dövlət, eləcə də şəxsən ölkə başçısı tərəfindən dəstəklənir. Bu müəssisənin illik istehsal gücü 500 ədəd avtobus istehsalı təşkil edir. Müəssisənin investisiya dəyəri 29 milyon manatdır və müəssisədə 600 nəfərdən artıq daimi iş yerinin təmin edilməsi planlaşdırılır. Məhz bu müəssisə ölkəmizdə həm ictimai nəqliyyatın yenilənməsinə töhfə verməklə yanaşı, bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə də mühüm xidmət göstərəcək. Qeyd edək ki, gələcək planlara uyğun olaraq zavodda 5 tonluq elektrikli yüngül kommersiya avtomobillərinin və bir neçə sərnişin modelinin istehsalına başlanılması nəzərdə tutulur. Bu məhsulların həm daxili bazara, həm də ixraca yönəlməsi planlaşdırılır. Vurğun Mədətov, Ənvər Cəfərov, İTV Xəbər.